İkinci Qarabağ müharibəsində hünər göstərib adını tarixə yazan qeyrətli vətən övladlarından biri də Rəhmətov Əbülfəz Hüseynverdoğlu 3 iyul 1989-cu ildə Lerik rayonunun Ambu kəndində anadan olmuşdur. O 2006-cı ildə Lerik rayonunun Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirərək, həmin ildə də Heydər Əliyev adına Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi Məktəbi bitirib leytenant hərbi rütbəsi almış və həmin ildən başlayaraq hərbi xidmətini davam etdirmişdir. O, tarixə Aprel və Tovuz döyüşləri kimi yazılan döyüşlərdə böyük hünər və mərdlik göstərmişdir. 2020-ci il sentyabrın 27-sində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak etmişdir. Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Əbülfəz Rəhmətovun nəşi 6 may 2021-ci ildə Cəbrayıl rayonunda tapılmışdır. O, Lerik rayonu Ambu kənd qəbirstanlığında dəfn olunub. Ailəlidir. 2 övladı yadigar qalıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş. Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən sərgilənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rəhmətov Əbülfəz Hüseynverdoğlu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamlarına əsasən vətən uğrunda Cəbrayılın azad olunmasına görə medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif olunub.